Gəncədə qadın qətlə yetirilib. Hadisə Gəncədə məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə baş verib. Belə ki, 1978-ci il təvəllüdlü Qərənfil Muxtarova evində boğularaq öldürülüb. Qadının ölümündə oğlu 2002-ci il təvəllüdlü Elgün Mirzəyev şübhəli şəxs kimi saxlanılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma başlanılıb. Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə ətçilər kimi tanınan ərazidə qeydə alınıb. Sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşaraq tərsinə çevrilib. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunublar. Bakının Səbail rayonunda motosiklet sürücüsünün yol hərəkəti qaydalarını pozması və qəzaya səbəb olmasının görüntüləri yayılıb. Bibiheybət yolunda baş vermiş hadisədə gənc sürücünün təhlükəli manevr edərək dönməsi əks olunub. Həmin vaxt motosikletdəki sərnişinin kaskasız olması da diqqəti cəlb edib. Qeyd edək ki, son vaxtlar paytaxtda və digər ərazilərdə motosikletlərin iştirakı ilə tez-tez qəzalar baş verir. Bu hadisələrin çoxuna motosiklet sürücülərinin qaydaları pozmasının səbəb olduğu bildirilir. Bərdə rayonunda 27 yaşlı qız səhvən sirkə turşusu içib. Hadisə avqustun 20-si saat 19 radələrində Mirzəxan kəndində baş verib. 1999-cu il təvəllüdlü Türkan Əsədova yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Araşdırmalar aparılır.